Gördüyünüz bu dırnaqarası Aqil Ələsgər adlı jurnalist ATƏT-in konfransında ölkəmizi biabır etdi. Дамы и господа, демократические законы– это важная часть политической системы любого государства. Этот процесс прежде всего должен идти в рамках национальной суверенитета и конституции. Международные организации I'm very могут давать sorry, but лишь please, can you Right. present yourself? Thank you. к сожалению, на Западе иногда используют тему демократии и прав человека как политический Извиняюсь, инструмент. можете вы представить себя? Нередко используют избирательный подход и двойные стандарты. Спасибо. Sorry, you have to present yourself. Please present yourself. Thank you. Можете представить себя? Özünə hörmət edib etmirsən, şəxsi işindir. Bax sənə nə lazımdır, bilmədiyin dili dünyanın gözü qarşısında pəpələyib, dövləti də gülünc vəziyyətə qoyasan. Moderator dəfələrlə ingilis və rus dilində özünü təqdim etməlisən desə də utanmadan gülür. Sənin nə işin var axı orada? Jurnalist Əli Vəliyev demişkən, mollasan get mollalığını et. Qəbirlərdə meyitlərə Fatihə oxu. Jurnalistika nə adiyyatın var axı? Əslində bu da düzgün deyil. Sənin heç yanındakı dirilərə sözün keçmir. Ölülərə nə faydan olacaq? Fayda demişkən, sizin necə faydalı olduğunuzu jurnalistlər daha yaxşı bilir. Aqil də bizi çəkir. Ailə dəyərlərinə sahib çıxa bilməyən biri Türk dünyasını, Azərbaycanı necə və hansı formada təmsil edə bilər? Sizin hoqqalarınızı eşidib bilənləri həyat yoldaşınla əlbir olub məhkəməyə verirsən.